Çox hörmətli şəhid anaları, şəhid ataları, əziz tələbələr, hər birinizi salamlayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Artıq ənənəvi hal alıb ki, biz Mingəçevir Gənclər Evi ilə birgə şəhidlərimiz unudulmasın deyə zamanından, məkanından asılı olmayaraq bütün şəhidlərimizlə bağlı söhbət Mingəçevirin dəyərli igid qəhrəmanlarından gedir. Tədbirlər, silsilə tədbirlər təşkil edirik və bugünkü tədbirimiz də Mingəçevirin 1994-cü il may ayında şəhid olan igidlərimizə və 44 günlük müharibə zamanı şəhid olan Ruslan Cəfərlinin xatirəsinə həsr olunub. Əvvəlcə sizdən xahiş edirik ki, ayağa qalxaq və şəhidlərimizi bir dəqiqə sükutdan yad edək. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin inşallah. Əvvəlcə ev sahibliyi kimi Mingəçevir Gənclər Evinin rəsmisi Humay müəlliməyə söz vermək istəyirik. Əziz analar, atalar, dəyərli gənclər, artıq demək olar ki, 2-ci Vətən müharibəsindən 5 il keçir və biz 8 noyabrda artıq zəfərimizi yenidən qeyd edəcəyik. Çox əfsuslar olsun ki, bunu şəhidlərimiz, anaları çox kədərlidirlər bugün. Amma onu demək istəyirəm ki, bugün həqiqətən biz nə üçün xoşbəxtik? Çünki biz onların sayəsində, hər dəfə nitqimdə qeyd edirəm ki, onların sayəsində artıq biz dünyada alnı açıq gəzirik. Özünüz televiziyalardan görürsünüz ki, artıq ölkə prezidenti də necə başqa ölkələrdə qarşılanır. Bunların hər birini biz sizin övladlarınıza borçluyuq. Mən nə deyə bilərəm? Artıq biz bir ailə olmuşuq. Bugün mən hər birinizin qapısına, evinə çox rahatlıqla gedirəm. Sağ olsun ki, gənclər də zaman keçməyinə baxmayaraq şəhidlərimizi unutmurlar. Bugün artıq bu auditoriyada yüzlərlə gənclər var və bu çox sevindirici haldır ki, zaman keçməyinə baxmayaraq onlar öz vətənlərindən ötürü canlarından keçən şəhidlərimizi unutmurlar. Onların
xatirəsinə, onların ruhuna hörmət göstərmə məqsədi ilə gəlib bu tədbirlərdə iştirak edirlər. Mən hər birinizə təşəkkür edirəm ki, gənclər, siz bura gəlirsiniz, şəhidlərimizi unutmursunuz. Əziz analar, sizlərə də səbir arzu edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Çox sağ olun. Bir dənə də qeyd eləmək istəyirəm, biraz şey çıxacaq. Biz 1990-92-ci illərdə mənim çox az yaşım var idi. Amma mən sizi tanıyıram. Siz Qresdə səhv eləmirəmsə yaşırdınız, işləyirdiniz. Artıq zaman keçib və mən bugün sizi burada görəndə çox qəribə hisslər keçirdim. Zaman keçir, amma Cavid müəllim sağ olsun ki, bugün sizləri də yaddan çıxartmır və 90 və 92-ci illərdə şəhid olmuş şəhid ailələrini tapır gətirir. Yəni mən də qeyd eləmək istəyirəm ki, Azərbaycanın heç bir yerində bunu heç kəs etmir. Ona görə də mən həmişə sizə təşəkkür etməyə özümə borc bilirəm. Çünki zaman keçməyindən asılı olmayaraq şəhidlərin heç birindən köhnə təzəsi olmur. Onların bir amalı var idi ki, Azərbaycan torpağını geri qaytarmaq. 90-cı illərdə biraz situasiyalar tamam fərqli idi. Yəni gəlin bunu da qeyd eləyək. Amma 90-cı ildən başlayan mübarizəni 2020-ci ildə sizin övladlarınız tamamladı. Nə xoş ki, bizə almaçıq çıxdıq bundan. Yəni artıq biz qalib ölkə kimi dünyada öz adımızı yazdırdıq. Çox sağ olun. Mən təklif edirəm ki, əvvəlcə filmimizin inşallah təqdimatını eləyək, sonra çıxış üçün sözlər veriləcək. Bugünkü çəkilişimizdə biz Mingəçevirdə 1994-cü il may şəhidlərinə və 44 günlük müharibə zamanı şəhid olmuş Ruslan Cəfərli Nəcəf oğlunun xatirəsinə həsr eləmişik. Toyuna hazırlaşırdıq, toy eləmək istəyirdik, xonçalar qurmuşduq. Qismət olmadı. Ata hissi, ata bir məhəbbəti, sevgisi hiss eləməmişik. Yəni belə mənə yad gəlir. Hiss edə bilmirəm. Yoldaş dərdi ağır olsa da balanın yerini maləgər heç nə vermir. Bala dərdi çox ağırdır. Amma mən də onu çox bağlıydım. Mən sirdaşımdı o. Tüm nə sözüm olurdu, mən ona deyirdim. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Allah bir daha yaxınlarına, əzizlərinə səbir versin inşallah. Mən çıxış eləmək üçün sözü Mingəçevir İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Polkovnik Leytenant Seymur müəllim Hidayətova vermək istəyirəm. Salam, hər vaxtınız xeyir olsun, dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Biz bugün də bir məzarın başında layihəsi ilə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş, həyatlarını qurban vermiş şəhidlərimizi xatırladıq, yad etdik, ruhlarına ehtiramımızı bildirdik, ailələrinə səbir dözüm diləyirik. Artıq bir neçə ildir ki, biz də Şəhid İcra Hakimiyyəti aparatının Vətən Müharibəsi İştirakçılar və Şəhid Ailələri İşin Təşkil Şöbəsi olaraq bu layihədə yaxından iştirak edirik və bu layihə vasitəsilə şəhidlərimizi daha da yaxından tanımağa çalışırıq. Bildiyiniz kimi, şöbəmiz 2021-ci ildə yarandığı üçün biz əsasən bu illər ərzində, bu 5 il ərzində daha çox Vətən Müharibəsi və sonraki dövrdə şəhid olan şəhid ailələrlə
belə deyək, təmasda olduq və o ailələri daha yaxından tanıdıq. Amma eyni zamanda da belə layihələr vasitəsilə və digər tədbirlər vasitəsilə də eyni zamanda 1-ci Qarabağ və sonraki belə deyək 2016-cı ilin aprel döyüşlərinə qədər olan o müddət ərzində şəhid olan bizim şəhid qardaşlarımızı da tanımağa çalışırıq. Şəhidlik, bəli, hamımız bilirik ki, yüksək məqamdır. Əslində çox şərəfli ölümdür. Çünki o ölüm ki, ancaq vətən, torpaq uğrunda canını fəda edirsən, həyatını bilərək qurban verirsən, yəni yaşından asılı olmayaraq və yaxud da səni gözləyəcək ailə üzvlərindən asılı olmayaraq biz 27 sentyabrdan etibarən hamı bilir ki, Vətən müharibəsi şəhidlərinin 5-ci il dönümü ərəfəsində gündəlik olaraq demək olar Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edirik. Onların il dönümünü keçiririk. Və qarşıdan da eyni zamanda 8 noyabr bizim tarixi zəfər günü yaxınlaşır. O zəfər ki, o zəfərin əldə olunmasında bizim bütün şəhidlərimizin, istər 1-ci Qarabağ, istər ta antiterror əməliyyatlarına qədər şəhid olmuş hər bir şəhidimizin haqqı var, belə deyək, əməyi var o zəfərin əldə olunmasında. Çünki bildiyimiz kimi 90-cı ilin əvvəllərində biz o müstəqilliyi yeni əldə etmiş, əslində müstəqilliyi bərpa etmiş dövlət kimi o dövrlər hamı bilir ki, çox çətin vəziyyət idi. Yəni, müharibəyə hazır olmayan bir dövlət, hətta müharibəni gözləməyən, öz mənfur qonşusundan gözləməyən bir dövlət üçün həqiqətən çətin idi. Amma o dövrdə də bizim qəhrəman qardaşlarımız düşmənin qarşısını aldılar. Yəni 20% torpağı getməsi düzdür, təbiidir, müharibədir, hazırlıqsız olan tərəf əlbəttə ki, uduzur. Ancaq uduzmaq hər bir sahədə məyusluqdur və baxmayaraq o dövrdə, o çətin vəziyyətdə, təminat, təsisat olmayan bir dövrdə, bəli, 80% torpağı deyək ki, qorumaq, 20% işğal altında qalmağı özlə bir qəhrəmanlıq idi. Çünki oğullar döyüşməsəydi, biz indi 80% itirmiş olardıq, 20%-imiz bəlkə də əldə qalmışdı. Ancaq bugün, bəli, Humay müəllimə də qeyd etdi, hamımız üçün qürurlu bir gündür, yaxınlaşır ki, biz o zəfəri qeyd edəcəyik. Bəli, onların iştirakı olmadan qeyd edəcəyik. Bu özü bir, düzdür, bir çətindir, məqamdır. Bugün biz burada 1-ci Qarabağ müharibəsi şəhidlərimizi də xatırladıq və Vətən müharibəsi şəhidlərini də xatırladıq. Talihlər belə baxanda evladlar danışdı, bir-birinə bənzərdir. Bugün biz eyni zamanda Şəhidlər Xiyabanında Əzim Həsənovun məzarını ziyarət etdik. O da evin bir bacı, bir qardaş idi. Bugün Ruslan da evin bir oğlu, bir bacı qardaşlar. Sabah ziyarət edəcəyimiz Cəfər də bir bacı, bir qardaşlar. Yəni bunlar bilmirsən təsadüfdür, yoxsa təsadüf deyilən bir şey yoxdur. Yəni bir-birinə hamısı sanki bir-birinə bənzəyirmiş kimi. Ancaq nə etmək olar ki, yəni həyat belədir. Burada iştirak edən insanlar düzdür. Ailələrində şəhid olmasa da, bəlkə də yaxın qohum-əqrəbədə şəhid olmasa da, amma inanın ki, burada olan şəhid ailələri ilə, ümumiyyətlə şəhid valideynlə, ataları ilə bərabər biz də bir məyusluq hissi keçiririk, kövrəlirik, bəli, bizim də qəlbimiz sızlayır. Çünki ayrılıq düzdür, şəhidlik, belə deyək, uca məqam və müvəqqəti bir ayrılıqdır. Tahirə xanım bayaq qeyd etdi ki, bəli, yəni yuxusunda belə, rüyalarında belə öz oğluna qovuşubdur. Demək ki, bu var. Bu, sizlər üçün, şəhid ailələr üçün inşallah ki, gələcəkdə olacaq və siz də o günü özünüzə arzu edirsiniz, dua edirsiniz ki, bəli, evladlarınızla inşallah cənnətində qovuşasınız. Allah sizi cənnətində qovuşdursun. Ruhları şad olsun hər birini. Ruhları qarşısında baş əyirik. Bəli. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun. Şəhid ailələrinin Müdafiə Cəmiyyətinin sədri, şəhidimiz Elçin Həsənovun anası İrani Həsənovaya söz verir. Hörmətli tədbir iştirakçıları, əziz analarımız, əziz şəhidlərimizin həyat yoldaşları,
bugün burada olanlar var. Bəlkə elə də filmdən qabaq adam daha yaxşı çıxış eləmək istəyir, danışmaq istəyir. Amma filmdən sonra şəxsən mənim elə bir ki, sözüm də donur, özüm də donuram. Nə deyəcəyimi də unuduram. Əziz analar, Allah Teala eyni zamanda atalar. Hamınızın dərdinizə qurban. Bu 30 ildə nə çəkmişəm, bilirəm ki, hər biriniz onu çəkirsiniz. Biz də sizin yaşı olurduq. Biz də onda əziyyət çəkdik. Yəni, evlad itirən ana, ata ola bilməz ki, qəlbində onun ürəyi saf olsun. Hər birimizi bu dəqiqə rengin salsalar, ürəyimizdə ləkə var. Qara ləkələr var. Amma hər devrin də öz tələbatı olubdur. Mən bugün burada danışmaq istəyirəm ki, bəzi anaların da yanında dedim. Məlumunuz olsun ki, 94-dən bugünə kimi həmin cəmiyyətimiz fəaliyyət göstərir. Özü yüksək səviyyədə. Hörmətli Seymur müəllim çox gözəl vuruladı ki, o il elan olunmamış bir müharibə idi. Torpaqlarımızın azadlığı, bütövlüyü, suverenliyi uğrunda minlərlə, 10 minlərlə oğlanlarımız vətənpərvər olaraq ayağa qalxdılar. Sadəcə olaraq bunu bəzi insanlar deyirlər, amma nöqtəni çox yaxşı düzgün vurmurlar. Ki, torpaqlarımız nəyə görə 20% erməni saptaq altında qaldı? Bunu biləsiniz. Oğlanlarımız çox güclü vuruşurdular. Mən həmişə deyirəm, bizim kişilərimiz, oğlanlarımız dəliqanlı oğlanlardır. Onlar vətənpərvər oğlanlardır, qeyrətli oğlanlardır. Yəni, bizim millətin kişilərinin əksəriyyəti çox qeyrətlidirlər. Vətən qeyrəti, həyat yoldaşının, bacısının, qızının. Sadəcə olaraq o devirdə satqınlar oldu. Əgər satqınlar olmasaydı, inanın ki, bir qarış torpaq ermənilərə verilməzdi. Mənim oğlum xüsusi təyinatlı komandiri idi orada. Onlar kəndləri alırlar, ön cəbhədə, verirlər arxaya. Şəxsən mən bir dənə qəhrəmanımızı deyim ki, Həmid qardaşın oğlu, Həmid Ruslan. Onun canını onu görən adam gəlmişdi. Bizdə şiirli paltırımızın oğluydu. Demək, yuxarıdan göstəriş olmuşdu ki, alınan kənddən siz geri çıxmalısınız. Həmin oğlanın da valideyni Rusuydu. Bu, Valentina, bəlkə də burada tanıyan da var. Təsəvvür eləyin ki, o oğlan qayıtmamışdı. O birisilər çıxmışdılar, amma o komandirlə, ona deyilən bir insanla üzdə durdu ki, necə biz bu boyda torpağı almışıq, nəyə görə biz qayıtmalıyıq? Bax, o uşağı öz zabitimiz arxadan vurmuşdu. Bunun canlı şahidi var idi. O devir yərsizlik devri idi. Mən onu həmişə deyirəm. O devirdə ancaq vəzifə, ancaq bu güdən rəhbərlərimiz idi. Daha bir neçəsinin adını birdən deyirəm, bir neçəsini demirəm. Çünki bilirsiniz, zamanə başqa zamanə olubdur. İnanın Allaha, şəxsən bizim uşaqların ikisinin bir avtomatı var idi. Bax, mənim bağışını üdürsəyirəm, yoldaşım dalınca gedir. Nə yeməkləri var idi, nə ayaqlarında paltarları, batinkaları var idi. Bir sözlə, daha lampa yox idi ki, onlar o qaldığı yerdə o lampa yansın. Kör-köranə. Amma nə olsun ki, satqınlar. O vaxtı şəhidlərimizin meydini bir adamlar var idi ki, indi 11 elə Mingəçevirdəydi, cəhənnəm oldu, getdi. Meyitləri pulu ilə verib satırlar valideynlərə. Görün, nə devirdə olubdu? Nə qədər özbaşlarlıq olubdu? Bəs bu 30 illik müharibədə hamı narahat idi, bütün xalq narahat idi. Amma mən, onu da deyim bir ana kimi, həmişə çıxışımda deyirəm, Mingəçevir xalqına mən ömür boyu minnətdaram. İnanın Allaha, çox yazları, harada ki bilirəm, istəyir mən, istəyir oğlum, tanıdıq, tanımadıq gedirəm. O devirdə, Mingəçevirdə elə bir qadın, elə bir kişi yox idi ki, gəlib şəhid ailələrinin dərdimizə şərik olmasınlar. İnsan da yemirdilər. Yəni, o devir tam başqa idi. Kasıbçılıq idi, xaos idi, qardaş-qardaşı gürlatanlı. Bəlkə də Nizami 16-da yaşayan varsa, Prospekt Nizami kabilindən aşağı düşəndə. Bax, o binanı bilmirəm, təmir ediklə, eləməklə. Orada yevlaqların atdığı güllələrin yeri dururdu. İndə neçədir mən oradan çıxmışam, görmürəm.
Elə özbaşınalıq devridir. Gəlirlər, biriksin avtomatlı, girirlər zavoda, remdormaşada da, haradakı dəmir çoxdur. Müdürü deyirdilər divara Türkün sözü. Avtomatla bütün nə var hamısını yığıb aparırdılar. Elə bir axmaq zamanı idi. Amma çox şükürlər ki, 93-cü ildə mən onu həmişə deyirəm ki, bizim ulu öndərimiz Heydər Əliyev o yazıqsa şəhid kimi, yəni prezidentə yazıq deməzlər, amma o həyatını necə ki dedi, andiçəndə ki, axırıncı damla qanıma kimi mən canımı xalqımın yolunda şəhid verəcəm. Doğrudan da axırıncı damla qanı turbinada özünüz də gördünüz ki, orada yıxıldı, orada ürəyə getdi, orada nə vədətdə. Ondan sonra o elə həyatını qoydu. İndi mən burada üzümü tuturam. Köhnə şəhid ailələrindən, yəni köhnə deyəndə 1-ci Qarabağda, Nəcibə xanım buradadır, İradə buradadır. İndi başqalarını gözüm yaxşı seçmir. Bəlkə neçəsi var, oturublar. Əziz analar, istəyir 1-ci Qarabağ, istəyir 2-ci Qarabağ. Hər devrin şəhid ailələrinə diqqət hökumət tərəfdən olunubdur. 93-cü ilə kimi yox. Şəxsən bizim uşaqları gətirib, Allahdan bir vankomatdan da gətirib uşağı təhvil verən olmurdu. Elə qoyurdular, binanın qabağına çıxıb gedirlər. O Heydər Əliyev gələndən sonra, 93-dən sonra bizim də uşaqları hərbi komissarlıqdan gətirdilər. Nə biləm, Basranda o atırları nə deyirsiniz, atırdılar. Yəni o cümlədə icra hakimiyyətinin xüsusi diqqəti var idi. Yəni elə belə olmamışdı ki, onda da kasıbçılıq olsa da bizim birinci, bax, indi sizdə şəhidlər arasında söhbət eşidirəm da, neçə ildir mən bu cəmaatla. Deyirlər ki, 44 günlük müharibəyə belə baxılır, bizə belə baxılır. Ay, sizə qurban olur. Bayaq da dedim, xaos vaxtı idi, aclıq vaxtı idi. O vaxtı icra hakimiyyət tərəfindən bir, haradasa 100, 110 kiloluq, 120 kiloluq heyvan verirdilər. Bax, təzə şəhid ailələri eşidin. Söhbət biz sizdən getmir. Yəni, şəhid ailərinə hər zaman devlətin qayğısı olubdur. Bir tay unu, bir tay qəndi, bir tay pisoğu, bir tay nə bilim yağından da hamısını tutmur. Və Allah işini avan eləsin, Bəkir müəllim kimi bizim icra başı var idi. Tanıyan tanıyır, tanımayan da bilmirəm. İnanın Allaha, 1-ci gündən 7-sinə kimi icra hakimiyyəti başın dəstəsi ilə şəhidlərin evindən getmirlər, aralanmırdılar. İş qutaran kimi hamısı axşam yığıb gəlirdi, otururlar ki, nəyin çatmır, nədir. O atanı, indi qadınlarla yox, o atanı elə əl alırdılar ki, qadın ata üçün çətindir. Sigaretdən başqa kişilər nəsə ağlaya bilir, yox. Kişilər başqa dərd çəkə bilir, onlarınki ancaq dərdləri içində, bir də sigaretdə. O devrdə bu diqqət kimin olubdur? Devlətin də, Bəkir müəllim kim idi? Bəkir müəllim də devlətin icra başçısı, devlətin nümayəndəsi idi. O cümlədən, nəinki bax, o yasları elə verirlər. Şəhidlər xiyabanında dəfn olunan zaman, indi məsələn rəhbəri hamısı o devirdə də bu gözəl oğlanın dayısı Bayram müəllim var idi. Allah onu qəni-qəni rəhmət eləsin. Humanitar şöbənin mavini idi. İnanın, orada basırılan, demək 322 şəhidi 240 qəbir var. Halbuki içində yatır, ruhu içindədir. O qalan itkinlər başqa rayonlarda olanlardır, şəklini yatır oraya qoyulanlardır və əsl itkin haradasa Mingəçevirin 24-47 nəticə belə itkini var. Qalan hamısı rayonlarda basırılanın şəkli, valideyn burada yaşayan şəkillərini vurmuşum. Bu Bayram müəllim hamısına xüsusi diqqət eləyə-eləyə. Siz təsəvvürləyin ki, onda biraz necə demək, çəkiliş yox idi, telefon yox idi, kimsə kimi çəkə, kimsə kimi göstərə. Vallahi içimdən qarşı analar qəbrə yıxılırdı, qəbirdən doldururlar, çıxardırlar, tədən onun torpağını batırırlar, fəryad hara qalxırdı. Amma yenə də dəstəyi kim verirdi? İcra başçıları. İcra başçısı kimdir? Bayaq dediyim kimi, devlətin nümayəndəsidir. Şəxsən bölümdə canlı oturubdu. 1 iyunda deyirlər ki, uşaqlar, mən cəmiyyət sədri kimi o devrdə bütün məktəblərə gedirdim. Vay o gündən ki, bir məktəbdə o 322 uşağın şəkili olmayaydı. İndi 50 neçə nəfər, amma da 322 idi. O direktoru çıxartdırırdım, bax belə 160 nəfərin, 180 nəfərin qabağına. Bəkir müəllim nələr deyirdi ona? Fikrət müəllim var idi, Allah rəhmət eləsin, avtobazanın müdürü. Bunu deməkdə məqsədim nədir? Yəni biləsiniz ki, hər vaxtı şəhidlərə devlət tərəfindən hürmət olunubdur. Gülmayanın evinin qapısı yox idi. Bəkər də burada qonşusu var, tanışı var, kim var. Söz vermiş ki, müəllim, bir həftəyə o qapını düzəldəcəm.
Bir ayda keçdi, bir ay pamuç keçdi. Gülmaya yazıq, birində qəbula gəldi ki, bəs Bəkir müəllim, qapı düzəlməyib. Həmin Fikrət müəllimi çağırdı, o qapını qoydurdu, səhəri də onun əmrini verdi, işdən çatdırdı. Bu kim idi? Bu devlətin qayğısı idi. Eyni zamanda bütün məktəblərdə şəhidin balalarına xüsusi birinci sırada oturdururlar məktəbdə. Onların kitabları pulsuz, onların paltarları pulsuz. Hər də hansı tədbirdə olanda qabağa şəhid balalarını çəkirdilər. Şəhid balalarının başını sığallayırdılar. 1 iyunda, yenə deyirəm, Allah rəhmət eləsin, Bayram müəllim özü də 1 iyunda anadan olmuşdu. Belə onu da biz təbrik edirdik, o da bütün şəhid uşaqlarını. İndi aparırlar şəhid uşaqları konfetə, yığılır, konfet verirlər və hədiyyə. Amma o devirdə, bax, şəxsən mənim özüm Rəna xanım, tədbir keçirdirdim, böyük tədbir. Özü onda 10 uşaq yox, 100 neçə uşaq var idi. O uşaqların hamısını yeməkçi onda açırdıq və hədiyyə də düzəldirdik. 6-7 ayda bundan qabaq özüm o uşaqların mahnısını, oynamaqlarını, rəqsini hazırlayırdıq. Bu hamısı nədir? Qardaşım, ay analarım, ay sizə qurbanım. O devirdə də o hürmət olub da şəhid ailələrinə. Sadəcə olaraq kasıblıq idi, yoxsulluq idi. Onda qaz pulu, işıq pulu vermirdik. Elədir mi xanımlar? Onu biz vermirdik. 12 mart məndən valoji yadına çıxdı, o devirin pulu nə idi? Onu da verdilər. Yavaş-yavaş, Heydər Əliyevdən sonra iqtisadiyyat düzəldikcə, hada nəsə, ay sağ ol, devlət düzəldikcə, hökumətimiz şəhid ailələrinin pulunu 50 elədi, 100 elədi, 150 elədi və Allah 44 günlüklərə yeniden yeri, onu da bütün şəhidlərin yeri cənnətdir. Əziz analar, sizin balalarınız da gələndən sonra 300 alırdıq. O da 50'lərlə artırdı ha. Sizdən sonra elədilər 600 manat. Yəni dediyim nədir? O devirdə o diqqət olub. Bu devirdə də bu diqqət var. Bugün Allah'a min şükürlər, hökumətimizin büdcəsi bəlkə də elə bir hərbiyə ayırdığı büdcə Ermənistanın 3 qat büdcəsindən artıqdır. Bu məsələ qayğı deyilmi? Bu da qayğıdır. Qırmızı avtobusları bəzəyirdim. Bayram müəllimdə də gəlirdi, Allah rəhmət eləsin. Kalağayı, şarda uşaqları gəzdirirdi valideynləri ilə. Siz təsəvvürləyin ki, mən bunu siz niyə deyirəm? Mənim qulağıma çatır ki, təzə şəhidlərləri, köhnə şəhidlərləri. Bunu ona görə eşidin, bilin ki, sizə qurban olun. Bəli, bu daldada niyə lazım? Birinizə deyirəm, biriniz bəlkə inanırsınız, inanmır, amma indi hamınıza deyirəm. O devirdə də, o 90-cı ildən bəri olan şəhidlərimizə də ay sizə qurban olun. O devirdə də, indi sizə olan diqqət kimi o vaxtı da olur. Sadəcə olaraq vəsait məsələsi. Onda vəsait yox idi. İndi Allah sayələsin vəsait var. Burada mənə çatmır bir şey ki, yəni ananın, bax bugün mənim evladım şəhiddir. İndi ikinci oğlum hələ qoyuram bıraqa. Mənim o ağını çəkdiyim kimi, yəni anaların fərqi ola bilərmi? Bax, hamınıza sual verirlər. Tutaq ki, gəlmişsiniz xiyabana, mən yoxam. Və yaxud da ölmüşəm yoxam. Yaxşı, mənim uşağımı baxırsınız ki, bir dənə uşaq gəlib o başçasını yazıdırmı, ya yadırmı, ya gül qabını tulluyurmu, ya gülü siz ona bir qəna baxa bilərsiniz. Bax, kim ona bir qəna baxa bilər? Heç bir ana baxa bilməz. Çünki ana fərqi yoxdur. Ay sizə qurban olun. Ay sağ olun. Yəni, elə də məsələn, mən özüm heç bir zaman, mən bölümünə keçəm, mən görəm ki, hansısa sizin şəhid ailələriniz, sizin deyəndə sizin bizim yoxdur. Ona biganə keçmək olar. Vallahi olmaz. Ona görə mən burada olanlara, eşlənlərə və olmayanlara da çox xahiş edirəm. Sizin, bizim söhbəti qutarın. Vətən birdir, həyat birdir, günümüz, işığımız, prezidentimiz birdir. Bunu bugünləri mən məcburam burada dedim ki, Nəcibə bir dəqiqə dayanmaq edirəm. Ki, yəni biləsiniz ki, sizə deyəndə ki, bizə baxılmır, onda bax, mən canlı sizin qabağınızda çıxış edirəm və sizin qarşınızda canlı da sözümü deyirəm. Ona görə bir daha Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah Teala hamımız, bütün anaların adından mənə elə gəlir ki, hamımız hal-hazırda evladımıza dua elədikcə, prezidentimdə də dua eləməli ki, bugün Allah prezidentimdə dəyməsin ki, yerdə qalan balalarımız azad yaşasınlar, xoşbəxt yaşasınlar, həmişə şadlıq olsun. O, həmişə deyirəm, sonra körərəm, özümü saxlayamıram.
o xonçələr, o səbətlər bir daha heç bir ananın evində qara bağlanmasın. Ona görə xahiş edirəm, bəlkə də biraz çox danışdım. Yəni onu bağışlayın ki, mən hamıya da deyim ki, bunu biləsiniz. O devirdə də ay sağ ol. Ana, o devirdə də şəhidlər hörmətli olublar, bu devirdə də hörmətlidirlər. Heç bir fərqi yoxdur. 11.000 məsələsi, onda, öyle onda deyim biləsiniz. İndi bizim şəhidlər hər şey, bəziləri, bəzi analar var ki, hər şey pulla belə qüvvətin qüvvəti. Hal-hazırda onu da deyim ki, nəvəm döyəndən əskərdir. Eyni zamanda Allah Taala sağ olsun. Elə Elçinin adı qoymuşam, Elçinimdir. Allah ömür versin. Yəni Allah bütün əskərlərimizə, bütün oğullarımıza, qızlarımıza Xudavənd alım xoşbəxt qismət eləsin. Sağ olun. Mingəçevir Dövlət Universitetinin baş müəllimi, pedaqoq, psixoloq İlham İsmailova söz vermək istəyirik. Dəyərli şəhid ailələri başda olmaqla bütün tədbir iştirakçılarını salamlayıram. Mən adətən tədbirlərdə istəyirəm gənclərimiz iştirak eləsinlər. Peşə məktəbinin uşaqları tez tərk elədi, amma bugün yəni Turizm Kollecinin və Dövlət Universitetinin tələbələri buradadır. Hər zaman deyirəm, mən tələbələri buradan gətirib aparandan sonra mən o dəyişikliyi onlarda hiss eləyirəm. Onların ruhiyyəsi çox dəyişir. Yəni məqsədim də odur ki, onlar gəlsinlər, görsünlər ki, bizim itkimiz nədir, miqyası nə qədərdir. Yəni onlar nəyin hesabına bu günlərin təhsil alırlar. Yəni onların qədrini bilsinlər, onları yaşatsınlar. Daima fikirləşsinlər ki, bizim yəni öncə də qeyd elədim auditoriyada ki, valideynin borcundan çıxmazsan, valideyn elədir ki, anadır, atadır. Bunlar halallıq verərlər sizə. Amma elə borclar var ki, o bizim üstümüzdə böyük haqdır. Yəni Allah bizi gərək bağışlasın ki, biz yəni bu günlərim onlara qarşı laqeyd olmayaq. Bizim doğrudan da gözəl millətimiz var. Mən bu yaxınlarda Xəlil Rızanın ad günündə bir paylaşım oxudum. Mən bilirdim ki, onun oğlu Təbriz şəhid olanda o yəni dünyada görünməyən, analog olunmayan bir şeydir ki, yəni bu müsəlman kimi bir Allaha imanı olan insan eləyə bilər ki, gözün aydın Firəngiz oğlunun şəhid oldu. İndi oxuyuram ki, yəni Təbrizin həyat yoldaşı Sevincə də deyib ki, Sevinç, sənin gözün aydın, yastıq yoldaşın Təbriz şəhid olub. O pak müqəddəs torpağımız uğrunda şəhid olub, ən böyük məqama yüksəlib. Bugün mən fəxr edirəm elə analarımıza. Bugün Tahirə xanım danışdı, yəni hamısı imandan irəli gəlir. Kaş bütün yəni millətimizdə o iman gücü ola, oğlunun dəyərini və məqamını bilə. Yəni bizim üçün böyük bir təskinlikdir. Yəni Allahdan böyük heç bir şey yoxdur. Yəni Allah da ədalətli Allahdır və nə gözəl ki, yəni onun qarşılığını, yəni onun qarşılığını biz verə bilmərik. Onun qarşılığı yalnız ilahi ədalətli olan Allahın dərgahındadır ki, ən yüksək məqamı deyil vermişəm şəhidə. Mən bayaq oturmuşam orada, qarşımda Çinarə oturub, 3 yaşında qalıb Çinarə. İndi qarşımda bir də yaş yarımında qalan Dilək var. Yəni bu günlərim şəhid xanım olub. Məsəl üçün Ülvi Kərimovun qızı. Yəni bugün şəhid anaları müqəddəsdir öz yerində. Bir də yəni yarım qalmış həyatlar var, talelər var. Bu günlərim mən Ülvi Kərimovun xanımı, mən o xanımdan fəxr edirəm. Həmişə əlaqəmiz var. Yevlağın Salahlı kəndindən də, amma Mingəçevirdə məskunlaşıblar. Uşaqlar da Mingəçevirdə oldular. 3 uşağı çox dəyanətlə, çox ləyaqətlə, yəni atalarına böyük hörmət ruhunda tərbiyə eləyir. Yəni mən elə qadınlarımız görəndə onlarla fəxr eləyirəm. Yəni doğrudan da böyük, miqyası bilinməyən dərəcədə böyük millətimiz var. Biz dəyərli millətik, dəyərimizi başa düşək, dəyərlərimizə dəyər verməyə bacaraq. Yəni gənclərimizə də tövsiyə eləyirəm, hər zaman, yəni Allahın əzizləridir şəhidlərimiz. Allahın hörmətini qazanmaq istəyiriksə, onun əzizlərini əziz tutmalıyıq, onun əziz ailələrinə dəyər verməliyik. Çox sağ olun, yaxşı ki varsınız, hər zaman demişəm, yəni mən fəxr eləyirəm ki, Cavid o vaxtı ilk Respublikada Şəhidlər kitabının müəllifi Faiq İsmailovun sığalı ilə bölüb, bəlkə də elə ondan keçib. Mən bu günlərim, yəni sağ olsun,
İrana xanımı, Bayram müəllimi həmişə deyir, o mənim doğma dayımdır. Biz gözümüzü açıb dəyərə dəyər verməyə öyrənmişik. İndi xatırladım, 93-cü ildə ilk dəfə şəhidlərin balalarına yeni il şənliyini mən keçirmişəm kollecin tələbələri ilə. Yəni qürur duyuram öz fəaliyyətimlə ki, yaxşı ki o vaxtı, yəni belə bir əməlim olub, belə bir işim olub. Çünki yaş öz sözünü deyir. İnsan cavan vaxtı eləyə bildiyi işi yaşlaşanda eləyə bilmir. Mən gənclərimizə tövsiyə eləyirəm. Hər zaman bu dəyərli ailələri yad eləyin, xatırlayın, onları gedin, görün. Onların evladlarının haqqında, yəni bir evlad haqqında danışanda, dinləyəndə elə bilirsən ki, bütün şəhidlər haqqında danışılır. Çünki onlar Allahın seçilmişi də elə də olmalıdır. Hamısının həyat hekayəsinə baxırsan ki, onlar ailəyə bağlı, anaya hörmət eləyən, yəni Allahın sevdiyi qul necə olursa, bax o cür az yaşayıblar, amma ləyaqətlə ömür sürüblər. Sağ olun, yaxşı ki varsınız. Hər zaman, yəni bizim üçün dəyərlisiniz. Mən deyirəm, keçən səfər Hüseynin anası da getdi. Bizim nəvələrimiz bu dəqiqə Cavidin evladları o ruhda tərbiyə alınır. Mən sevinirəm ki, hər şəhid anası onun başına sığal çəkəndə, mən deyirəm ki, onun ruhiyyəsi keçdi o uşağa. Xiyabana gedir, deyir ki, inanırsınız ki, şəhidləri bölüblər evdə. O mənim şəhidim, mənim şəhidimdə. Atamın şəhidləri. Şəhidlər xiyabana elə bil ki, onlar üçün ən müqəddəs yerdir. Yəni, evladlarımızı bu ruhda tərbiyə eləməliyik. Sağ olun. Yavaş-yavaş yekunlaşdırırıq, amma mən Mingəçevir Dövlət Universitetindən burada tələbələrdən birinə söz vermək istəyirəm. Şəhidimiz Noel Ahəngdarinin bacısı qızı var. Səhv eləmirəmsə. O buradadır müəllimə. Dayısı şəhiddir, bəli. Başqa bir şəhidimiz, o qız gəlməyib, başqa bir şəhidimizin. Şəhidinizin adını da deyərsiniz. Hər birinizi salamlayıram. Mən sizə Azərbaycan ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərdən biri olan qohumum İlham Rzayev Şuroğlu haqqında məlumat vermək istəyirəm. İlham Rzayev 1 yanvar 1966-cı ildə Ağdam rayonu Çullu kəndində anadan olmuşdur. O hərbini Rusiyada keçmişdir. Daha sonra 1-ci Qarabağ müharibəsi zamanı deməli könüllü şəkildə cəbhəyə yollanmış və Azərbaycan milli qəhrəmanı Şirin Vəlioğlu Mirzəyevin rəhbərliyi ilə əlahiddə özünü müdafiə taborunda iştirak eləmişdir. Şəhidimiz 1992-ci ildə sentyabrın 17-sində Ağdərə rayonu Canyataq, Gülyataq və Mehmani ərazilərində gedən döyüşlərdə iştirak eləmiş və Mehmani uğrunda gedən döyüşlərdə başından güllə yarısaq qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin 26 yaşı vardı və subay idi. Başqa bir qohumum Rəhman Məmmədov Eldaroğlu haqqında məlumat vermək istəyirəm. Rəhman Məmmədov 21 oktyabr 1986-cı ildə Ağdam rayonunun Maksudlu kəndinin anadan olmuşdur. Məcburi köçkün həyatını çətinliklərində yaşamışdır. Daha sonra o 2011-ci ilin mayın 20-sindən 21-nə keçən gecə Ağdam rayonunun Qərbənd kəndində qəhrəmancasına şəhid olmuşdur. Belə tədbirlərin keçirilməsi bizə onların igidliyini xatırladır, qəlbimizdə vətən sevgisini alovlandırır. Və bu tədbirin təşkilində əməyə keçən hər birinizə təşəkkürümü bildirirəm. Şəhidləri anmaq, onları tarixdə yaşatmaq deməkdir. Təşəkkür edirəm. Bəli. Bəli. Buyur, əziz analar. Baxın, siz biləsiniz ki, yenə mən qaydıram həmişə köydə söhbətə. Çünki artıq mənə şəhid olanın biri demişdi ki, mən çox narahat oluram ki, şəhidləri niyə? Bizim vaxtımızda, sizin vaxtımız yerdə, 90-lar, 97, 98, 99 belə deyirlər. O devirdə, bax, biz köhnə şəhid anaları, sahiblər yeri almaq üçün. Mingəçevir Turizm Kollecinin tələbələri də bugün fəal iştirak edirdi bu tədbirimizdə. Turizm Kollecində tələbə təşkilatının sədri Elton bəy burada iştirak edir. Ona bir kəlmə söz vermək istəyirik. Çox hörmətli şəhid ailələri, dəyərli rəsmilər və tədbir iştirakçıları, hər birinizi salamlayıram. Düzdür, bu cür video çarxların qarşısında biraz insan danışanda həyəcanlanmaya bilmir, biraz həyəcanlanır, istər-istəməz, çətindir. Çox sağ olun ki, Cavid müəllim, siz də istər 1990-cı il şəhidləri, istər 2000-ci il şəhidlərini heç vaxt unutmursunuz, ayrı seçkiliyi eləmirsiniz.
Halbuki yəni biz 1990-cı ildə yaşamasaq da, ən azından o video çarxlar nəticəsində tanıya bilirik, cəsurluqları haqqında bilirik. Çox sağ olun, minnətdaram ki, bu cür tədbirləri təşkil edirsiniz, rəhbərlik edirsiniz. Tələbələrə də minnətdaram ki, bu cür tədbirlərdə həmişə iştirak edirsiniz. Tövsiyə edirəm ki, gəlməyən gənclərdən də yönləndirək. Sağ olun. Mən təşəkkür edirəm. Layihədə çox əziyyət çəkən qardaşım Pünhan müəllimə çıxış eləmək istəmədi. Sonda Nəcəf dayı inşallah təşəkkür eləsin, yəni qonaqlarımıza yekunlaşdıraq. Əziz şəhid anaları, əziz şəhid ataları və bu tədbirdə iştirak edən bütün bacı qardaşlarım, balalarım. Mən hamınıza minnətdaram. Çox sağ olun ki, bu günləri şəhid analarını, atalarını tək qoymursunuz. Həmişə onlarda bir yerdə, bütün tədbirlərdə iştirak edirsiniz. Düzdür, siz elə bir vəziyyət yaranıb ki, biz həyatda elə bir ki, nəyisə itirmişik. Balalarımızı da, yəni bir mənada deyim, ancaq balalarımız vətən, torpaq uğrunda şəhid olub. Bizim adımızı göylərə o qədər onlar gözəl hərflərlə yazıblar. Mən şəxsən fəxr edirəm ki, bu gün ki, məsələn, mən şəhid atasıyam. Bir dənə övladımı şəhid vermişəm, məndən başqa da burada şəhid anaları, bazı qardaşlarım var. Onlar da mənim kimi. Mən bu gün hamınıza təşəkkür edirəm. Çox sağ olun, var olun ki, siz şəhid ata-analarına bir yerdə olursunuz. Onları həmişə müdafiə edirsiniz. Pünhan müəllim, Cavid müəllim, sizə də çox minnətdaram ki, bizim 5 ildə sizin bizimlə bərabər addımlayırsınız. 5 ildir. Valla bizimlə əvvəl çox yerdə iştirak edənlər var idi, adlarını demirəm. Onlar 1 ildən sonra yoxa çıxdılar. Amma Cavid ilə Pünhan müəllim, mən yenə deyirəm, onların üzrə demək olmasın. Çox sağ olunlar ki, bizi həmişə müdafiə edirlər. Həmişə bizimlə olublar. Amin. Mən hamınıza təşəkkür edirəm. Çox sağ olun. Şəhid anaları, şəhid ataları, bazı qardaşlar, tələbələr, çox sağ olun. Tələbələr, sizdən də bir şey xahişim var. Mən hər yerdə çıxış edəndə bunu deyirəm. Sizdən bir böyük kimi, mənim bir balalarım kimi sizdən həmişə xahiş eləmişəm. O vaxt indi deyirəm ki, bizim 90-cı ildən başlamış, 88-ci ildən başlamış, ta ki 20-ci ilə kimi şəhidlərimizi heç vaxt yaddan çıxartmayın. Nəyə görə? Ona görə ki, onların sayəsində biz yaxşılar yaşamışıq. Bizim balalarımızın sayəsində siz yaşayırsınız. Sizdən xahiş edirəm, harada olursunuz, olun, böyük, kiçik, ki bizim balalarımızı, bizim şəhid balalarımızı, qəhrəman balalarımızı yaddan çıxartmayın. Həmişə onların yolu ilə gedin. Çalışın, onlara layiq bir insanlar olun həyatda. Sağ olun, çox sağ olun. Hamınıza minnətdaram ki, bugün bizi tək qoymadınız. Bizim bu tədbirdə iştirak elədiniz. Allah sizə yar olsun. Sağ olun, var olun. Bununla da Mingəçevir Gənclər Evində 1994-cü ilin may şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Ruslan Cəfərinin xatirəsinə həsr olunmuş tədbirimiz yekunlaşır. İnşallah növbəti aylarda növbəti şəhidlərimizin tədbirlərində görüşərik. Allah hər birinizdən razı olsun. Çox sağ olun, var olasınız.